20 apreldə keçirilən buraxılış imtahanından bir neçə testlərlə tanış olaq və həll etməyə çalışaq. Choose the correct option, yəni düzgün variantı seçin. Gəlin birinci bəndlərdəki sözlərin tərcüməsi ilə açıqlayaq. Decision, qərar, manner, tərs, habit, adət, vərdiş, opportunity, şərait, imkan və dream, arzu, xəyal. Biz nöqtələrin yerinə bu sözlərdən birini qoymalıyıq. Təbii ki, tərcümə ilə uyğun gəlməlidir. Nöqtələrdən sonraki cümləni oxuyub tərcümə edək. Is a person's behavior or way of acting. Yəni bunlardan hansısa şəxsin davranışı və ya özünü aparma yoludur. Yəni özünü necə aparmasını göstərən bir haldır. Bunlardan hansıdır? Qərar deyil. A, qərar idi. Manner tərz deməkdir. Habit, adət, opportunity. Buradan belə qərara gəlirik ki, manner. Manner tərz, hərəkət. Manner is a person's behavior or way of acting. They didn't invite me to the party. Onlar məni şənliyə dəvət etmədilər. Ona görə də mən getmədim olacaq böyük ehtimal. Burada bir dənə so görürəm. So I didn't go. Digərləri ola bilməz. Çünki tərcümə ilə yerinə qoyanda mənasız alınır. Özünüz yerinə qoyub yoxlaya bilərsiniz. Növbəti sual. Choose the words with a close meaning. Yaxın mənalı sözləri seçirik. Happy, sad, xoşbəxt, qəmgin deyil. Yaxın mənalı deyil. Difficult, easy. Yenə əks mənalıdır. Çətin, asan. Old, rude, köhnə, kobud. Tamamilə fərqli sözlərdir. Tall, short, uzun, qısa. Bunlar da uzaq mənalı, yəni əks mənalı sözlərdir. Nice, beautiful, doğru cavabdır. Hər ikisi sinonim sözlərdir. Növbəti test isə söz önləri ilə bağlıdır. These photos were taken. Bu şəkillər çəkilmişdi. Yəqin ki, olacaq dostum tərəfindən. By my friend və mobil telefonla with a mobile phone olmalıdır. Digərləri heç uyğun gəlmədiyi üçün baxıb vaxt itirməyək. Növbəti test isə doğru sual cümləsini yaratmaq lazımdır. Sual sözünü seçməklə is making coffee today. What is making coffee today ola bilməz. Kofeni nə hazırlayır, niyə hazırlayır, necə hazırlayır, kim hazırlayır, kim hazırlayır. Who is making coffee today? Düzgün cavab D. Artikellara ait bir test. There is an art collection. There is an art collection in the museum. Belə olmalıdır. Düzgün cavab D variantı. Antonimləri, yəni əks mənalı sözləri tapaq. Dangerous, safe, yəni təhlükəli, təhlükəsiz, bəli bir antonim budur. Ugly, clever, çirkin, ugly, çirkin, clever, ağıllı. Bunlar antonim deyirlər, fərqli sözlərdirlər. Different, ancient, fərqli, qədim. Bunlar da antonim deyil. Boring, interesting, sıxıcı və ya maraqlı. Bəli, 1 və 4 antonim sözlərdir.